Vətəndən uzaqda, qürbətdə keçən ömür deyəndə Almaz İldırım yada düşür. Onun əsl adı Əbülhəsən olub. Lakin uşaqlıqdan babasının adı ilə Almaz çağırdıqları üçün atasının ona qoyduğu isim zamanla unudulub. Almaz İldırım 1907-ci il martın 24-də Bakı yaxınlığındakı Qala kəndində anadan olub. Atası əkinçi Hacı Əbdülməhəmməd kişinin qalada kiçik torpaq sahəsi ləpə döyəndə isə bir-iki balıqçı qayığı var idi. O, bu gəlirlər hesabına ailəsinin dolanışığını çətinliklə də olsa təmin edirdi. Almasın anası Nisə xanım isə evdarlıqla məşğul idi. 1913-cü ildə Almaz 6 yaşında olarkən ailəsi Şüvalana, 1920-ci ildə isə Çəmbərəkəndə köçür. Kiçik Almaz 1914-15-ci tədris illərindən etibarən Cənubi Azərbaycandan Bakı neft mədənlərində işləməyə gəlmiş, fəhlələrin uşaqları üçün İran hökuməti tərəfindən açılmış İttihad məktəbində təhsil almağa başlayır. Bu məktəbdə dərslər Azərbaycan dilində aparılır. Eyni zamanda fars dilinə də geniş yer verilirdi. Buna görə də Almaz İldırım İttihad məktəbini bitirdikdən sonra fars dilində mükəmməl yazı və danışıq bacarığı qazanmışdı. 1925-ci ildə İttihad məktəbini bitirən 18 yaşlı Almaz təhsilini Abdullah Şaiqin nümunə məktəbində davam etdirir. Bu məktəbdə Abdullah Şaiq, Seyid Hüseyn, Qantəmir Əfəndiyev kimi görkəmli ziyalıların dərs deməsi gənc Almazın intellektual inkişafına və bədii yaradıcılıq istedadının üzə çıxmasına mühüm təsir göstərir. Almaz ağır təbiətli, təvazökar bir insan idi və müəllimlərindən daha çox Seyid Hüseyn və Abdullah Şaiqlə yaxın ünsiyyətdə olurdu. Onları daha çox sevir və şəxsiyyətlərinə hörmətlə yanaşırdı.